Bu evi əslində mən satmışdım bir neçə vaxt. Ev sahibi bir neçə il yaşadı və imkanı oldu şəhərdən bir 4 otaqlı yeni tikildən ev aldı, Bakıdan köçdü. Yəni düşərli evdir. Bu hissən darvaza qoysaz, həyətinə rahatlıqca maşın da sala bilərsiniz. Hələ ki karetik qapıdır. Evimizin bu hissəsində əlavə həyətyanı sahəsi də qalır. Aşağısı bir ev boyu geniş iri padvaldır. Yəni kürsüsü də var. İstərsəz oranın əlavə yekə bir zal kimi də istifadə edə bilərsiniz. Mətbəx hissəsidir. Mətbəx mebeli membrandan yığılıb. Çox səliqəli də saxlanılıb. Yəni deməyim odur ki, düşərli evdir. İnşallah ki siz də alarsınız. Demirəm bu evi satarsınız. Yəni siz də alandan sonra imkan olar. Yəqin ki əlavə bir neçə də elə mənim əlimlə ev alarsınız. 3 otaq yuxarıda, bir dənə də yekə zal və yaxud da indi siz xol kimi də istifadə edə bilərsiniz, aşağıdadır. Əsas odur ki, aynaların 4 tərəfi qoşadaş, altı üstü beton kəmər, altın kəmərini də göstərəcəm sizə. Bu da qeyd elədiyim aşağı hissəsi, bu da kəməri. Yerləşir Xırdalan şəhərində, cəmi 61.500 manata təklif olunur, əzizləyicilərim. Əlavə məlumat elektrik nömrəmi qeyd edirəm, sizin də satışda. Eviniz, torpağınız, obyektiniz varsa şəxsən mənimlə əlaqə saxlayın. Kanala abunə olmağı unutmayın. Sağ olun.